Demək, sabah üçün it burnu qaragilə dəmləməsi dəmləyirəm. Baxın, qaragilə, yəni yemişəm. Bu da it burnu. Götürürsünüz belə bir termos, 2 litrik. Bax, bu vaxtlarda saat 6-7 arası axşam üstü. Kimin təzyiqi aşağıdırsa, hərəsindən bir dolu xörək qaşığı tökür. Bax, hərəsindən bir dolu xörək qaşığı. Yox, kimin təzyiqi normaldırsa, 2 dolu xörək qaşığı töksün. İnşallah. Tökür termosa, suyu da qaynaya tökür üstünə və ora əlavə eləyir bu qədər zəncəfil. Bax, təzə zəncəfil. Zəncəfili biz niyə bura əlavə eləyirik? Çünki bəzi insanlar var ki, əli ayağı illərdir buz kimi olur. Gedir qanı yoxlatdırır, qanı yerində, amma yenə də əli ayağı buz kimi olur. Bax, bu qanı isidir. Bu çox, həm də ki, infeksiyaya qarşı çox gözəl mübarizə aparır. Çox faydalı bir şeydir zəncəfil. Və zəfəran. Biraz da bu elə bir çimdik götürürsünüz zəfəran da tökürsünüz. Çünki zəfəranın tərkibində zəngin selen var. O da qalxanvari vəzin gözəl çalışmağına zəmin yaradır və qalxanvari vəzimiz bizim yaxşı fəaliyyət göstərir. Gəldi içməyə. İçəndə isə bax belə bir çaşka götürürsünüz, təxmini mən belə içirəm də, belə göstərirəm. Süzürsünüz, doldurursunuz, ona bir çay qaşığı, yaxşı olar ki, yapon safuralı alma sirkəsi, yoxdursa təbii evdə hazırlanan alma sirkəsi də olar. Və yaxud da ki, limon sıxa bilərsiniz üstünə. Baxın, çox güclü damar açır. Damarları elastik eləyir, ürək-qan damar sistemi, qaraciyəri yeniləyir. Bax, bu belə səhərə qədər, bu sabaha qədər qalmalıdır, dəm almalıdır, sabah istifadə eləyə bilərik. 2 günə qədər içə bilərsiniz, problem yoxdur. Və bir də buna təbii ki, hər stəkana bir çay qaşığı meşə balı. Bala baxın bir dənə. Yəni, mükəmməl baldır. Rəşad qardaşdan almışam bunu. Mən dünənlər çox şey götürmüşəm ondan. Neçə cür bal götürmüşəm. Bir də çiçək tozu falan. Gülən var qardaşda. Sonra propolis var. Çörək otu yağı var. Dazotu yağı hazırlayır. Çay tikanı yağı hazırlayır. Və macunlar hazırlayır. Çox gözəl, halal insandır. Halal macunçu səhifəsi, TikTok səhifəsində nömrəsini də qoyacağam. Adı Rəşaddır qardaşım. Kim istəyir ondan alsın. Çox şey var onda. Bitkilər də falan da var. Hər şey var. Prostat üçün hazırlayır. Kişilərdə prostat üçün macun hazırlayır. Sonra ürək-qan damar sistemi üçün macun hazırlayır. Sonra ximiyadan çıxanlar üçün immun sistemini qaldırmaq üçün macun var. Bir dənə də göstərim balı sizə. Bunu yeyən, baxın bir dənə. Bunu ölüyə verin, dirilsin. Bir də buna baxın. Çox gözəl baldır, mükəmməl baldır. Belə, itburnu qaragilə dəmləməsi belədir. İndi Rəşad qardaşının nömrəsini qoyuram, kimə lazımsa bal, propolis, gülən, çiçək tozu və s. şeylər hamısı var qardaşlar.